Evdə olan sadə ərzaqlarla çox ləzzətli, asan hazırlanan qozlu bükmə resepti bölüşürəm. Qaba 2 stəkan yarım un, 1 çimdik duz və 125 qram soyuq yağ əlavə edib umac edirəm. Üzərinə 2 çay qaşığı şəkər tozu, 1 çay qaşığı qabartma tozu və 200 qram soyuq xam əlavə edib xəmir hazırlayıram. İstilik olaraq fındıq ləpəsi, şəkər tozu və yumurta ağını qarışdırıram. Xam əvəzinə qatıq istifadə edə bilərsiniz. Xəmiri çox yoğurmağa ehtiyac yoxdur. Toparladıqdan sonra salafana qoyub soyuducuya yerləşdirirəm. 40 dəqiqədən sonra soyuducudan xəmiri çıxarıram. 4 hissəyə bölüb kündə edirəm. Hər bir kündəni yayıram və yaydığım kündələri 8 bərabər hissəyə bölürəm. Siz isə asan və faydalı reseptlər üçün mənim kanalımı izləmədə qalın və mütləq abunə olun və çalışın 1-2 kəlmə də olsa rəy bölməsində öz fikrinizi yazasınız. Hər bir hissəyə istilikdən yerləşdirirəm, təxminən 1 çay qaşığı qədər. Bu formada büküb soba listinə yığıram. Üzərinə yumurta sarısı çəkib 180 dərəcədə üzəri qızarana qədər bişməyə qoyuruq.